Salam değerli izləyicilərimiz. Sizləri Saylan rayonu Şorsulu kəndindən İgid Qəhrəman bir oğlun ocağından ev muzeyindən salamlayırıq. Talıbzadə Ceyhun Agiloğlu'nun ev muzeyindəyik. Bugün özümüzə borc bildik bir qrup şəhid ailəsi olaraq və biz vətənpərvərlər Talıbzadələr ailəsini ziyarət edək. Ceyhun'un ailəsinin yanında olaq, onlara öz ehtiramımızı bildirək. Allah bütün şəhidlərimizin məkanlarını cənnət eləsin. Ceyhun Talıbzadə Agiloğlu Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhidlik zirvəsinə ucaldı. Vətən dedi, torpaq dedi, ana dedi, ölümün gözünə ölümsüz baxaraq qəhrəmanlıqla şəhidlik zirvəsinə ucaldı. Bugün Elmirə anıya dəstək olmaq üçün bizlə analarımız gəlir. Mən elə istəyirəm bizim Ağbilkəyimiz olan Florana bir-iki kəlmə özü ürək sözlərini desin. Buyur Florana. Çox sağ ol Raziyə xanım. Çox sağ ol ki bizi bugünləri bu ocağa gətirmişsiniz. Biz bəli, Ceyhun oğlunun tədbirində də iştirak eləmişik. Siz bugün bizi dəvət elədiniz. Biz bugün də gəldik. Bu ocağın qapını açdıq. Onun işığına yığışdıq. Allah Elmiramya, Abil qardaşa, Allah can sağlığı versin, uzun ömür versin. O balalarının məqamı uca, ruhu şad olsun, yeri cənnətli beşliyi olsun. Ondan başqa balaca bir əkbər balamız da var. Onu da onların gözündə min budaq, min çıraq eləsin. Bəli, İgid oğlunun, İgid valideynləri. Həqiqətən də elə atasının, anasının adına layiq bir evladdır. Baxırsan, görürsən. Həqiqətən inanın ki, biz belə yerlərə bizi siz aparırsınız. Biz bundan özümüzü, bilirsiniz necə, biz sakitləşdiririk. Həqiqət, doğrudan biz də sakit oluruq ki, bir qapını açdıq, getdik bir şəhid evini ziyarət elədik. Həqiqətən elə bir o şəhid evi elə bir ziyarətgahdır ki, o qapı açılanda o valideyn də üzü gülür, bizim də üzümüz gülür ki, biz beləncə bir ailənin qonağı olduq. Allah burada mənlə gələn bütün Leyla anadır, Gülhavva anadır, Rəşxanda anadır, Elmira anadır, Leyla xanımdır bizim xeyriyyəçimiz, sizsiz, Arzu xanımdır. Bəli, həmişə biz bir yerdə belə gedirik, silsilə bu şəhid evlərini ziyarət edirik. Ona görə mən bu anaların adından da, öz adından da sizə öz minnətdarlığımı bildirirəm ki, həqiqətən siz bizim yanımızda həmişə bizimlə bərabər belə bir yola düşürük, gedirik, ziyarət edirik. Bizim də qəlbimiz sevinir, o balaların da qəlbi sevinir ki, bugün mənim anamın, atamın, valideynlərimin yanında qonaqlar oldu. Mənim anam bugünləri sevindi ki, bəli, o tək deyil. Onun yanında belə şəhid anaları ordusu var. Allah ev-beşi şən eləsin qızım, can sağlığı, bundan sonra xeyir işlərə gəlir. İgid qəhrəman oğullarımız can verdilər yurdu yaşatmaq üçün. Və mən istəyirəm ki, Ceyhun haqqında yazdığım bu kitabda Unudulmaz Oğullar kitabı mənim təzə nəşrdən çıxıb kitabımdır. Biz bunun Bakı şəhərində təqdimatını elədik. Elə mən istəyirəm ki, bunu Ceyhun'un ailəsinə, yəni anasına təqdim edim. Ceyhun'un gülşəsində bu kitabda olsun. Elmirə xanım, mən bunu sizə təqdim edirəm. Təşəkkür ederim, çox sağ olun. Değerli izləyicilərimiz, bax gördüyünüz bu analar hər biri bir qəhrəman oğul analarıdır. Mən istəyirəm elə Leyla ana da öz ürək sözlərini desin. Buyur Leyla ana. Mən də şəhid Keşfiyatçı Əhməd Ömürlərin anasıyam. Bugün Elmirə bacının ocağına gəlib, Ceyhun balamızı ziyarət edirik. Allah Ceyhun balamızın ocağında cəmi dünyasını dəyişənlərə rəhmət eləsin, məkanları cənnət olsun, əzizlərinə səbir, təmkin gözün versin. Ceyhun balamızın bugün ocağında qardaşı böyüyür. Allah ona da can sağlığı versin. Bugün olsun valideynləri onun toyunu görməyi nasip etsin. Çok sağ ol Leyla ana. Allah sizden razı olsun. Allah yukarı mekanını cennet eləsin. Ve iki körpə evladını vətənə emanet qoyub gedən oğlun anası yanımızdadır. Ramil Rəhimovun anası Gülhavva ana, buyurun. Mən də hər kəsi salamlayıram. Elmirə bacının ocağına gəlmişik, Ceyhun balamızın işinə yığışmışıq. Allah sizdən də razı olsun, Raziyə xanım, Leyla xanım, Arzu xanım, hamıza təşəkkür edirəm.
Siz həmişə şəhid ailələrinin yanındasınız. Allah sizi var eləsin, Allah sizi qorusun da. Böyüyümüz Florana danışdı, mən artıq danışmaq istəmirəm. Evinizə indən sonra xeyir işlərə gələk, oğlun xeyirlə, nişanla gələk. Allah səbir versin, Allah dözüm versin. Çok sağ olun, var olan Gülhə bana teşekkür ederim. Bəli, Talıbzadə Ceyhun Agiloğlu 41 günlük vətən müharibəsində döyüşərək əmlərinin, dayılarının qisasını aldı. Elə o aldığı qisasların içində adaşı olan, bəlkə də onun əmisi yaşında, atası yaşında olan, indi yaşasaydı, Ceyhun'un əmisi atası yaşında olardı. Ceyhun Kərimov'un anası buradadır. Onu da dinləyək. Şəndana buyurun. Rahmet salamıyla. Biz bugün Ceyhun balamızın ocağına yarışmışıq, Elmir ananın başına yarışmışıq. Biz şehit anaları. Allah bütün şehitlerimizi yeni cennet eləsin, məqamını ceyləsin. Mən Ceyhun Kərimov'un anasıyam, kəşfiyyatçıydı. Üniversitede okuydu, məktəbini yarımçı koydu, müharibəyə qoşuldu. Axırıncı döyüşü adam Qaraqaya'da oldu. Komandini xilas edərkən yaralı şəhid oldu. Şəhidlikdən sonra məktəbin adına, öz xüsusi məktəb adına verdilər. Allah bütün şəhidlərimizi yeri cənnət eləsin. Bu evə xeyirliyə gələk, xeyir işə gələk. Bu evdə böyüyən oğlumuzun inşallah toy məclisinə yığışaq. Allah sizə səbir versin. Bütün şəhidlərimizin yeri cənnət olsun. Teşekkür ederim Şəndana, çok sağ olun və elə sayılan neftçalar qonşu rayonunda bəlkə də axtarsaq bir-birlərinə qohumdular. Elmira ana, İlhamın anası. Bugün də gözləri yollarda olan Elmira ana. Buyurun. Hamınızı salamlayıram, Elmira xanım. Sizin Ceyhun balanın ocağına yarışmışıq. Allah sizlərə səbir versin. Mən bir itkin anasıyım, Dadaşov İlhamın anasıyım. İtkin hakkında danışmaq əlbəttə çox çətindir. Bir var canlı insan hakkında danışasam, bir də var 35 ildir bitirəsən, yol gözləyəsən. Neyse, Allah bütün şəhidlərə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Allah bütün şəhid analarına səbir versin. Allah Teala bundan sonra heç ananı gözü yaşlı, yolların gözdə eləməsin. Amin. Allah sizə səbir versin. İnşallah ki bizim İlham qardaşımızdan tezliklə siz də xəbər alarsınız. Biz də xəbər alarıq. O gün bizə nəsib olar. Mən Elmira anıya bizim hər zaman yanımızda olan şəhid tədbirlərinin təşkilatçısı, aparıcısı olan Arzu xanım Əliyevanın salamını, ehtiramını çatdırıram. Bugün müəyyən məsələlərlə bağlı gələ bilmədi, amma ürəyi buradadır. Öz sevgisini, ehtiramını sizə göndərdi, salamlarını göndərdi. İnşallah bir gün o da gəlib sizin ailəni ziyarət edər. Və hər zaman çalışır ki, şəhid analarının yanında olsun bizim xeyirsevər, hüquqşünas Leyla xanım. O da qürbət eldə yaşasa da ürəyi daima vətən eşqi ilə, Azərbaycan eşqi ilə döyünür. Və özünə borc bilir, hər dəfə Azərbaycana gələndə şəhid ailələrini ziyarət etsin. Gücü çatdığı qədər şəhid ailələrini vaxtı zamanı çatdığı qədər gedib ziyarət edir. Leyla xanım, buyurun. Mən də hər kişi salamlayıram. Çünki bizim şəhidimiz Elçinin Ceyhun Talıbzadə. Ceyhun Talıbzadənin işığında yazılmışıq. Mən bütün şəhid analarının qarşısında baş verirəm, əllərini öpürəm. Şəhidlər, ölməz şəhidlər bizim başımızın tacıdır. Mən özümə borc bilirəm, hər gələndə bir şəhid ailəsinin göz qapısını ziyarət eləməyə, hər qapıyı ziyarət etdikcə nə biləm ziyarətə getmişəm. Şəhid anaları yanında olmağına da mən qürur duyuram ki, belə gözəl analarla mən həmişə bir yerdə oluram. Allah hər birimizə səbir versin, dözüm versin. Allah şəhidlərimizin məkanı cənnət eləsin, qazilərimizə Allah ömür versin, can sağlığı versin. Allah sizləri qorusun. Rəziyə xanım, sizə təşəkkürlü bildirirəm ki, məni hər dəfə gələndə bütün şəhid qapılarını, şəhid ailələrini gidirik, ziyarət edirik. O bizim borcumuzdur. Şəhidlər bizim başımızın tacıdır. Onların sayəsində hər birimiz alnımız açıq, hər birimiz başımız gəzirik. Allah anaları qorusun, qəhrəman anaları, elə igid oğullar böyüdür. Hər birimizə təşəkkür edirik. Və Elmira ana, bu da sizə Leyla xanımın hədiyyəsidir. Bizim simvolumuz olan kəlağayımızdır. Teşekkür ederim. Və sonunda dəyərli izləyicilərimiz, mən Elmira ananı ev gəlisi kimi sona saxladım. İstədim ki, Elmira ananın da fikirlərini eşidək. Buyurun. Ben size teşekkür ederim. Bugün Ceyhun'un adı Aziz Xatrasını tutub gəldiyiniz üçün hərbirinizə təşəkkür ederim. Allah sizlərə sabır versin.
Allah bizi koruyan ordumuzu korusun, bizim prezidentimizi korusun, asker zabitlerimizi korusun. Bundan sonra heç bir ana gözü yaşlı olmasın. Amin. Mən sizə Sizə də təşəkkür edirəm Raziyə xanım. Həmişə bizim yanımızdasınız. Allah sizə can sağlığı versin. Mən Elmira ana sizə təşəkkür edirəm. Mən Agil ataya təşəkkür edirəm ki, Ceyhun kimi vətənpərvər, vətən sevgisi ilə böyüyən bir oğul böyütdünüz. Dəyərli izləyicilərimiz, onu da qeyd edim ki, Ceyhunun özündən sonra olan qardaşı, Ceyhun analarımız, Ceyhun şəhid gələrkən Əkbər gör necə vətəninə bağlı, qardaşına, ailəsinə bağlı bir oğuldur ki, vətəni sevən bir oğuldur ki, bir övladdır ki, o da deyir ki, mən də böyüyəndə qardaşım kimi şəhid olacağam. Əkbər, biz sənə şəhid olmağı yox, biz sənə şəhid qardaşının adına layiqli bir oğul olmağı arzu edirik. Cəmiyyətimizə, vətənimizə, elimizə, obamıza qardaşın kimi onun adını, Azərbaycanın adını ucalara qaldıran bir oğul olmağı sənə arzulayırıq. Elmira xanıma, Agil ataya buradan təşəkkürümü bildirirəm. Var olsun şanlı müzəffər Azərbaycan ordusu, var olsun Ali Baş Komandanımız, yaşasın Azərbaycan. Qarabağ Azərbaycandır.